Salam dəyərli kanal izləyiciləri, mən Tural müəllim. Bu günləri şəkil əlaqələrdən 3-cü səviyyə suallarını izahlayacağım. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün Türk kanalına abunə olmağı unutmayın. Birinci sualımız kubların sayılmağıdır. Burada elə gözəyarı görürük, kubları saya biləcəyik. Deməli 1, 2, 3, 4, 5, ondan sonra 6, 7, sonra deməli 7 dənə burada var, sonra 8, 9, 10, 11, 12, 13, 14, 15. Burada kənarda biri də var da. Bax bu kub bunun altında durur. Onu buradan qıraqdan yazıram 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27. Bir də kənarda bu kub 28 dənə kub var. Yəni bu çox rahatdır. Gözəyarı görürsünüz. Bir dənə bax bu 17-ci kubun altındakı kubu görmürük. Xəyalən bu qıraqdan yazdım. 17-ci kubun altında mütləq kub vardı. O üstə bu vəziyyətdə qala bilməz axı. Beləliklə, birinci sualın düzgün cavabı olacaq. C variantı 28 dənə kub var. Sualda da yenə gözəyarı saymaq olur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, ondan sonra 14, 15, 16, ondan sonra bunun aşağısı, bura 17-ci kub, bunun aşağı hissəsi, bax 18-i buraya yazıram, bunun aşağısında bir dənə kub var da, 19-cu olur, 18 altındakı kubu gördük də, sadəcə 20, 21, 22, 23, 24, 25, bunun altı 26, 27, 28, 29, ondan sonra 30 kub, biri də hansısa, yox 30 dənə kub olur, 30. Solda 5'ten sonra yazmam. 5'ten sonra bir dənə orada arkada da var. 5 dənə arası. Burada 31-ci kub. 31 dənə kub olur. Ümumi sayanda gözəyarı saymalı olur. 31 kub, düzgün cavab D variantıdır. Üçüncü suala baxırıq. Üçüncü sualda nisbətimiz 4-ün 4-dədir burada. 4-ü 4-ə vuranda 16 dənə kub olur. Aşağı nə qədər kub var? 4 dənə kub. Aşağı hissədə də 4 dənə kub var. 4-ü 4-ə vurur 16. Sonra yenə 4-ü 4-ə vurur 16 edir, 32 kub. Burada əslində 16 olmalıydı, 4 dənəsi çatışmır da. Deməli, burada da 12 dənə kub var. Ümumi nə qədər kub olur? 44 dənə olur. Düzgün cavab 44, C variantı olacaq. Baxırıq, növbəti 4-cü suala baxırıq. 4-cü sualda yuxarıda görürük ki, burada 3 dənə kub var. Ondan sonra burada da 3-ün 3-ə vuranda 9 edir. 9 dənə kub burada var. Ondan sonra burada nə qədər hissə var? 3-ün 4-ə burada. Deməli, əlavə də burada 2 dənə kubumuz var aşağıda. O da nə qədər edir? 14 kub, 9, 23, 26. Bir dənə də bu hissəni götürsək 3-ün 4-ə. Olacaq deməli, yuxarı 12 dənə kub, aşağıda 14 kub, burada da 12 kub. Ümumi kubların sayı olacaq 24, 38. Bu da A variantı olacaq. Sonra baxırıq 5-ci suala. 5-ci sualda deyir şəkildə neçə dördbucaqlı var. Burada dördbucaqlı deyəndə həm rombların sayını götürəcəyik, həm də trapesiyaların sayını götürəcəyik. Məsələn, bu istiqamətdə saysaz, görəsiniz ki, hər fiqurun içində nə qədər deməli romb var, 3 dənə romb var da. Deməli, 3 dənə bu hissədə varsa, 3 dənə də bu hissədə edir 6 dənə bizim rombumuz var. Amma burada həm də trapesiyanı götürəcəyik. Burada həmçinin trapesiya da var şəkildə. Trapesiyada deməli, bu istiqamətdə baxsaq, deməli, burada belə bir trapesiya yaranır. Burada da deməli, 3 dənə trapesiya yaranacaq. Biri bax bu istiqamətdən, 3 dənə. ondan sonra biri bu istiqamətdən, bir də bu istiqamətdən yaransa, 3 dənə də əlavə. Bu istiqamətdə 3 trapesiyamız varsa, burada da 3 trapesiyamız var da. 6 dənə də trapesiya var. 6 dənə romb var, 6 dənə trapesiya var. Ümumi 12 dənə dördbucaqlımız var. Növbəti şəkildə bu istiqamətdə olan fiqurları istəyir. Hər 6 bucaqlının içində, görək bu fiqurdan nə qədərdir? Aydındır ki, 3 dənədir də, rahat görünür. Hər 6 bucaqlıda, deməli, yaxınlaşdırım yoxdur. Hər 6 bucaqlının içərisində, bax bu fiqurdan 3 dənədir. Hər 6 bucaqlının içində bu fiqurdan 3 dənədir. Biri baxın budur, məsələn. Ondan sonra biri bu istiqamətdədir. Bu formada ayıranda 3 dənə
bu fiqurdan yaranır. Bizdə indi nə qədər altıbucaqlımız var? Altıbucaqlarımızın sayı 3, biri də bu mərkəzdə var da, burada da var. Deməli 6-nı vurarıq o zaman. Hər 4 dənə bizim altıbucaqlımız var, 4-ü vurarıq 3-ə, 12. Bundan əlavə, bax bu dördbucaqların kəsişmə nöqtəsində də, bax bunu qırmızı rənglə göstərim. Əlavə burada da, bax fiqurlardan 3 dənə var. 3 dənə bax bu kəsişmə nöqtələrində var əlavə və o zaman deməli bizim nə qədər olacaq bu fiqurdan? Olacaq 3 dənə də əlavə üstünə gələndə, 12-nin üstünə 3 gələndə düzgün cavab 15 olacaq. Yəni hər altıbucaqlının içində bu fiqurdan 3 dənədir, 4-ü 3-ə vuranda 12, bax 4 dənə altıbucaqlı var da və bir də bu dördbucaqların özlərinin kəsişmə nöqtəsində əlavə 3 dənə bizim bu fiqurdan varımızdır. Onları da qırmızı rənglə göstərdim. Ümumi 15 dənə olacaq. 7-ci suala baxırıq. 7-ci sualda deməli ağlarla qaraların cəmidir burada. Kursun sınavına da düşmüşdü bu 16 noyabrda. Ağla ağ rəng bizə hansı rəngi verir? Ağla ağı toplayanda qara rəng olubdur. Ondan sonra ağla ağı təzdən toplayanda yenə qara rəng olubdur. Qara ilə ağı toplayanda bura boşluq yazıbdır. Yəni burada heç nə qalmayıb da, bura boşluq qalıb. Ondan sonra qara ilə qaranı toplayanda ağ rəng olubdur. Bir də hər ehtimala qarşı deməli ağla qaranı da toplayaq. Bəzi hallarda dəyişə bilər. Ağla qara da yenə boşluq veribdir. Yəni ikisi də boşluq verib. Eyni rənglər müxtəlif verib. Ağ-qara, qara-qara ağ verib. Qara və ya ağ-qara boşluq veribdir. İndi biz bu şəkli tamamlasaq, ağla qara bura boşluq verəcək. Qara ilə qara bura ağ rəng verəcək. Qara ilə ağ bura boşluq verəcək. Mərkəzi hissəsi ağ olan Y variantı olacaq. Düzgün cavab. Bir izah edəriz var mı? Bəli. Bir daha izah edirəm. Problemdir. Bir daha izah edirəm. Deməli, rənglərin toplanmalıdır. Baxın, deməli, qulağasın, ağla ağ rəngi toplayanda qara rəng verirdi. Ağla ağ, qara rəng verir. Eyni istiqamətdə. Ağla ağ qara verir, qara ilə qara ağ verir. Aydındır. Deməli, burada da olacaq ağ, qara, boşluq, qara-qara ağ, qara ağ, boşluq. Düzgün cavab olacaq Y variantı. Başa düşdünüzmü? Keçirik növbəti 8-ci suala. 8-ci sual. 8-ci sual uşaqlar. Bax, bu imtihana düşən sualdır. 2023-ün qəbul sualıdır. Diqqətlə baxın, izah edirəm. Burada birinci növbədə hər fiqurdan 2 dənədir. Birinci onlara fikir verməliyik. Məsələn, birinci şəkildə 2 dənə, deməli, vilka 2 dənə, çəngəllikdə bizim dildə. Çəngəldən 2 dənədir. Baxın, çəngəl burada 2 dənədir. Burada deməli, hansı fiqurdan 2 dənədir? Qaşıqdan 2 dənədir. Bura yazıram, qaşıq. Burada hansı fiqurdan yenə çəngəldən 2 dənədir. Sonra 2 dənə çəngəl var da artıq. Sonra burada qaşıqdan yenə 2 dənədir. Burada bıçaqdan 2 dənədir. Deməli, növbəti şəkil bıçaq 2 dənə olmalıdır. Aydındır mı? Yəni bu fiqurun içində bıçaqdan 2 dənə olmalıdır. Çünki çəngəl 2 dəfə təkrarlanıbdır. Çəngəl 2 dəfə təkrarlanıb. Qaşıq 2 dəfə təkrarlanıb. Qaşıq 2 dəfə təkrarlanıb. Bıçaq yalnız burada təkrarlanıb. Bir də bu şəkildə təkrarlanmalıdır. Birinci məntiqi budur. Aydın oldu bu hissə. Ondan sonra fiqurlara baxırıq. Bax, birinci şəkildə hansılar eynidir? Birinci və ikinci şəkil eynidir fiqur. Burada ikinci ilə dördüncü eynidir. Burada birinci ilə üçüncü eynidir. Burada ikinci ilə üçüncü eynidir. Burada isə 1 ilə 4 eynidir. Yəni eyniliklər belədir də. 1 ilə 2-nin eynisi var, 1 ilə 3-cü eyni var, 1 ilə 4 var, 2 ilə 3 var, 2 ilə 4 var. Deməli, axtarılan şəkildə hansılar eyni olmalıdır? Bəli, 3-cü və 4-cü fiqur eyni olmalıdır. 3-cü və 4-cü bıçaq olan hansı cavabdır? D variantı. Aydındır. Deməli, birinci məntiqi nədir? Şəkillər təkrarlanıbdır. Çəngəl 2 dəfə təkrarlanıb, qaşıq 2 dəfə təkrarlanıb, bıçaq 2 dəfə təkrarlanıb, bir də axtarılan şəkildə təkrarlanmalıdır. Burada birinci, ikinci eynidir, burada ikinci, dördüncü eynidir, birinci, üçüncü eynidir, ikinci, üçüncü eynidir, birinci, dördüncü, nəhayət 3 ilə 4 eyni olmalıdır. 3 ilə 4 bu şəkildə eyni olacaq. Düzgün cavab deyil. Keçirik 9-cu suala. 9-cu sualda şəkilləri üst-üstə qoyursunuz, kəsişmədir. Və buradan belə bir fiqur yaranır. Burada bizdən deyir ki, hansı düzgün qurulmuyor. Məsələn, bu şəkillə bu şəkil üst-üstə qoysaq, burada deməli dairənin vəziyyəti düz deyil də, ağ dairənin. Yəni, bu şəklin kəsişməsi bir A'dır,
Burada səhvli yerlə Y variantı olacaq 1A. İndi siz o birlərə baxaq. Məsələn, bununla bunu üst-üstə qoysaq, həqiqətən də belə bir fiqur yaranır da. Sonra bu şəkildən, məsələn, bu şəkili üst-üstə qoysaq, belə bir fiqur yaranır. Bir də yaxınlaşdırıb, bir A-nın niyə səhv olduğunu göstərir. Bir A-da, baxın, bu yumruqla eyni deyil, baxın, bu böyük yumruqdur. Burada isə yumruğunu balacadır. Həm də burada, deməli, səhvlər var, bu dairənin də, dairə isə düzdür, yumruğa görə bu bir yer cavabı səhvdir. Məsələn, qalanlarının hamısını üst-üstə qoyursan, belə bir şəkil yaranır. Bu sətirdəki fiqurla sütundakı fiquru kəsişdirib, belə bir fiqur yaranır. Burada səhvlik bir A-da olacaq, yəni Y variantı. Dairənin vəziyyətinə görə. Ağ dairənin vəziyyətinə görə. Burada ağ dairə tam yumru olmalıydı da, burada yarımçıq göstərirdi ağ dairənin. Kəsişmir, baxın, burada belə olmalıydı ağ dairə. Digərlərinə baxın, məsələn, ağ dairənin vəziyyəti digərlərində düzdür. Növbəti 10-cu sual. 10-cu sualda şəkillərin üst-üstə qoyulmalıdır. Bunu daha rahat olsun deyə, məsələn, çəkmək sizə çətin olarsa, belə bir üsuldan eləyə bilərsiniz. Yəni, bu demək olar ki, bütün bu tip suallarda çətin şəkillərin toplanmağında ödəyir, fərqli şəkillə tapmaqla. Məsələn, bunu 4-ün bir prinsipi deyə bilərik, 4-ündə var, 1-ində yoxdur. Bax, o prinsiplə yanaşsaq, məsələn, A variantı səhvdir. Niyə görə? A variantının, bax, hamısının aşağısına baxın, boşdur. A variantının isə aşağısı doludur. A variantını çıxırır. Ondan sonra B variantına baxsaq, görək ki, deməli, B variantının digərlərindən fərqlənən hissəsi varmı? Məsələn, C variantında deməli, başqa görək hansı digərlərindən fərqlənir? Y variantının hansı hissəsi fərqlənir? Hara bu? Bax, bu hissələrin hamısında açıqdır, Y variantında isə bitişikdir, bax bu hissə. Ona görə bu variantda çıxsaq, ondan sonra digər tərəfdən görək, məsələn, B variantının digərlərindən fərqi hardan ibarətdir? Bura? Bax, bu istiqaməti, bəli, bura hamısında birləşibdir, burada birləşməyibdir. Qaldıq C ilə D variantı arasında. C-də də, bura, bəli, hamısında baxın, bu istiqamət belədir, C-dən başqa. Düzgün cavab deyil. Yəni, belə şəkilləri fərqli olanı elə tapmaq olur. Çünki üst-üstə çəkmək çox vaxt aparır. Gəldik növbəti sual. Bu da 2025-ci il. Ən son ikinci cəhətdə düşən imtahan sualıdır. Fiqurların tərəfləri ilə bağlıdır. Buranın 4 tərəf var, buranın 5. Buranın 3 tərəf var, buranın 6. Bunların hamısını toplasaq 18 edir. Nə varsa hamısını. 9, 9, 18. 5-in 4-ə 9, 6-ın 3-ə 9. Toplayanda yenə 18 edir. Bütün tərəfləri toplayırsınız. 3-ün 5-ə, ondan sonra 4-ün 6-ya. 3-lə 5-i toplayanda 8, 6-la da 4-ü toplayanda 10. Ümumi 18 edir də cəmləri. Hamısının cəmi 18-dir. Buranı da yoxlaya bilərsiniz. 4-ün 4-ə 8, 4 üstəgəl 4, 8 edir. 5, bu da 5. 5 üstəgəl 5, ümumi edir 18. Gəldik bura, 6-nın 4-ə 10. 10-un üstünə nə gələndə 18 edir? 8. O da C variantındadır da, 5-in üstədir. 5-in üstünə üst gələndə 18 edir. Gəldik növbəti, deməli, 13-cü suala baxdıq. Qalzı ilə. Aşama göndərməyəm. Deməli, baxırıq növbəti 12-ci suala baxırıq. 12-ci sualda həlli belə gedir. 2 ağ, 1 qara, 2 ağ, 1 qara. Baxın, eyni məntiqlə gedir də hamısı. 2 ağ, 1 qara. İndi biz burada çatışmayan hissələri göstərməliyik. Deməli, biz də burada çatışmayan hissələri göstərmək üçün, deməli, nə edəcəyik? Gəlin, biz burada, məsələn, burada deməli, 2 ağdan sonra burada qara olmalıdır da. Qara ilə başlayan, deməli, ağ, qara olan hansı olacaq, deməli, 2 ağ, 1 qara, 2 ağ, 1 qara. Burada da, deməli, bura olmalıdır artıq ağ, bura olmalıdır qaradır. 2 ağdan sonra qara gəlir. Onda yuxarısı ağ, qara olacaq. Yuxarısı ağ, qaradırsa, deməli, biz 2 ilə başlamalıyıq da, ağ, qara. Bax, bu istiqamətə baxın, ağ, qara. O da 2 ilə başlayacaqsa, bu variantları çıxırıq, ya A-dır, ya D variantıdır. Ondan sonra yenə də bu istiqamətinə fikir versək, yenə 2 ağ, 1 qara, 2 ağ, 1 qara. Bu istiqamətə də fikir versək, yuxarısı qara, bu hissəsi qara, yuxarısı ağ olan 5-lərə fikir verin və aşağısı qara, yuxarı. Deməli, biz 2 ilə başlamalıyıq da, ağ, qara. Bax, bu istiqamətə baxın, ağ, qara. O da 2 ilə başlayacaqsa, bu variantları çıxırıq, ya A-dır, ya D variantıdır.
Ondan sonra yenə də bu istiqamətindən fikir versək, yenə 2 ağ, 1 qara, 2 ağ, 1 qara. Bu istiqamətə də fikir versək, yuxarısı qara, bu hissəsi qara, yuxarısı ağ olan 5-dirə fikir verin və aşağısı qara, yuxarısı ağ olan 5-dir. 2, 5, 7 düzgün cavab olacaq D variantı. Baxırıq 13-cü suala. 13-cü sual isə simmetriyasını verib şəkillərin, bir-birinin simmetriyasını veribdir. Məsələn, deməli, baxaq burada, bu şəklin cüzgəsi, baxın bu simmetriyası budur. Sonra hər şəklin özünün cüzgəksini verir. Məsələn, bu şəklin cüzgəksi budur, fikir verin. Birinci şəklin üçüncüdür, ikinci şəklin dördüncüdür, cüzgəksi. İndi bu cüzgəkslərdən əsasən biz geçsək. Sonra məsələn, burada da fiqurun istiqamətini dəyişibdir. Bu istiqamət dəyişir, 180 dərəcə dəyişir. Bura olduğu kimi qalıbdır. Axırıncı ilə ikinci fiquru saxlayıblar istiqamətini. Deməli, bu məntiqlə də yanaşsaq biz, ikinci və üçüncülər simmetrik olan, yalnız bir dənə variantda var. Baxın, bu istiqamətlər simmetrik olan, ancaq C variantında var. 2 ilə 3 bir-birinə simmetrik yerləşir. Ondan sonra digər tərəfdən də bu istiqamətlərin simmetriyasını yoxlaya bilərsiniz. Tutaq ki, bu fiqurla, deməli, birinci fiqurun simmetriyası haraydı? Bu istiqamət idi 3, bax bunların simmetriyası. Sonra 2 ilə hansı fiquru götürmək olardı? Axırıncı fiquru. Deməli, burada da baxın, burada da dəyişirlər şəkli. İndi bu birinci şəkillə, ikinci şəklə baxın istiqamətinə. İkinci şəkil burada qalıbdır. Yerlərini dəyişiblər. Bu ikinci şəkil. Deməli, bu istiqamətini dəyişib, 180. Hamısı istiqamətini dəyişiblər, 180 dərəcə. Tam əksidir, bu bunun əksidir. Bunun əksi, bu şəkildir. İkincinin əksi axırıncıdır. Sonra üçüncünün əksi, baxın bu şəkildir. İndi bu istiqamətdə yanaşsaq, bir-birlərin əkslərini buradan görərik. Düzgün cavab olacaq C variantı. 13-cü sualda. 14-cü suala baxırıq. 14-cü sualda yenə də bir-birlərinin cüzgəksləridir burada. Burada hissələri tamamlayacaq. Belə bir fiqur almalıyıq. Deməli, bu, məsələn, 2-ni götürsək bura, ikinci fiquru. Bura 2-ni götürsək, olmasa dəyişərik. Bura 3-cü fiquru götürə bilərik, 2, 3. Ondan sonra bura təkcə birinci fiquru götürərik, baxın düz gəlir. Burada deməli istiqaməti səhv olur. 4-ü götürsə istiqaməti səhv olur. Çünki oxun istiqaməti səhvdir. Onda deməli biz 2-dən başlamayaq. Bura 4 verək. Bura 4 verək. Məsələn, bura 4 versək. Ondan sonra bura 2 versək. Bura 2, hər iki düz gəlir. Bu xəttdən 1 versək. Axırıncı xəttdə bura 3 verəcək. Bura 3, bura 1. Baxın, indi düz gəlir. Bu 4-cü hissə, deməli, bax budur 4-cü hissə, fikir verin. Ondan sonra bu 2-ci hissədir, düz gəlir. Bu 3-cü hissədir, bu 1-ci hissədir. İndi biz də bunlardan birinci başlayacağıq o zaman 4-cüdən. 4-cü buradan başlayacağıq. Üstəgəllə xətt olan. Üstəgəllə xətt olan A variantını çıxırıq, C-ni çıxırıq, D-ni çıxırıq. B ilə G hələ ki uyğun gəlir, ikisindən biridir. Ondan sonra ikinci fiqur gəlməlidir. İkinci fiqur, bax, bu təkcə rombdur. Ondan sonra deməli, ikinci fiqur gəlməlidir. İkinci fiqur B variantında uyğundur da, bax bu. Fikir verin. Amma burada ikinci fiqur üstəgəl veriblər, səhv veriblər. Düzgün cavab olacaq B variantı. Bir daha izah edirəm. Deməli, burada nömrəliyib tapmış oluruq şəkli. Bura deməli oldu 4-cü fiqur. Bax, üstündə yazıram 4. Ondan sonra bu oldu ikinci fiqurdur. İkinci fiqurdur. Ondan sonra bu oldu birinci fiqurdur. Bu üçüncü fiqurdur daha doğrusu. Bu da birinci fiqurdur. İndi ona uyğun da biz qurmalıyıq. Birinci, dördüncü fiquru yazmalıydıq. B variantına baxın, düz gəlir. Sonra ikinci fiqur, bunu yazırıq, düz gəlir. Sonra üçüncü fiquru yazırıq, bunu düz gəlir. Və nəhayət birinci fiquru yazırıq, düz gəlir. Növbəti 15-ci sual. 15-ci sual yenə rənglərlə bağlıdır. Deməli, burada gəlin, baxaq görək necə götürüblər. 3 qara, nə qədər qara var? 7 dənə qara var. 7 dənə qara var. Qaraları toplayıb bir-birindən çıxsaq, 4-dən 3 çıxsaq, bir dənə qara qalır. Ağları da toplayıb. Belə eləyək də, qaraları çıxıb, bu iki qaranı toplayıb, bundan çıxa bilərik bir qara engel. Hələ ki, baxaq. Burada da deməli,
ağların toplayanda deməli, yuxarı 3 dənə qara, 2 ağ. Yox, belə gedir bu məntiqə. Bu məntiqə belə gedir, toplamırıq burada. Üst-üstə qoyuruq yenə. Qara, qara, qara. 3 dənə eyni rəng olanda atırıq. Görək, o birində də düz gələcək. 3 dənə qara olanda atırıq, eyni rəng olanda. Boş qoyuruq. Sonra 2 dənə ağ, 1 qara. Ağın sayı çox olanda ağı yazırıq. Yəni, ağın sayı çoxdursa, ağın sayını yazırıq. İndi baxırıq bu istiqamətə. Burada da yenə fikir verin. Ağların sayı daha çoxdur da. 2 ağ, 1 qara. Yenə ağları yazıblar, burada fikir verin. İndi bu istiqamətdə isə qaraların sayı çoxdur. 2 qara, 1 ağ. Qaranın sayı çox olduğu üçün qaranı yazıblar axıra. İndi biz şəkli tamamlayacağıq. Deməli, yuxarısı 2 ağ, 1 qara. Bura nə yazacağıq? Bəli, bura ağ rəng yazacağıq. Buranı sizə yaratdıq. Bunu buna belə bir kvadrat seçək. Deməli, bura olacaq ağ rəng, düzdür. Çünki 2 dənə ağ var burada. Ona görə bura ağ olacaq. Bura ağ rəng olacaq. 2 ağ, 1 qara. Sonra, indi bu sağ küncdə 3 dənə qara var. 3 dənə qara olanda nə yazırdıq? Boş, heç nə qoymuruq bura. Sonra 2 dənə ağ, 3 dənə ağ var. 3 dənə olanda nə edirdik? Boş olur. Burada boş qalır, heç nədir. Buraya dəyinirik. Sonra, bəs indi burada 2 qara, 1 ağ. Nə yazarıq bura? Qara rəng. Ağ qara olan hansı variantdır? C. Yəni, hansının sayı çoxdursa onu yazırıq. Bir rəngdən 3 dənə olanda heç nə yazırıq, boş qoyuruq. Düzgün cavab bu məntiqlə C variantıdır. Növbətli 16-cı sual, maraqlı sualda 16-da da. Deməli, çöldəki fiqurlar içəriyə giribdir. İçəridəki fiqurlar çölə çıxıbdır və rənglər dəyişibdir. Bax, bu qara bunun içərisinə girib ağ rəng olubdur. Bu qara, bu qara. Yox, birinci çöllərə baxaq, bu qara içəri girib ağ olub. Bu ağ içəri girib özdə istiqamət deyil olmalıda qara rəng olubdur. Ondan sonra, indi bu içəridəki fiqurlar çölə çıxıbdır. Qara çıxıb çölə ağ olub, ağ çıxıb çölə, bu ağ budur, çıxıb çölə qara olub, ağ çıxıb çölə qara olub. Aydındır. Ağlar deməli, içəridəki fiqurlar çölə çıxıb, çöldəki fiqurlar içəri girib, rənglər də dəyişibdir. İndi biz bu məntiqlə yanaşsaq, burada belə bir altı bucaqlı çəkək. İndi gəlin baxaq, bax, bu qara rəng içəri girməlidir. Nə rəng olacaq içəri girəndə? Ağ, bura ağ olacaq, bu qara da içəri girməlidir. Nə rəng olacaq? İstiqamətini də düz qoyuruq, ağ. Ondan sonra bu ağ içəri girəcək. Nə olacaq? Qara. Qara olacaq. İndi bu ağ çölə çıxacaq. Nə rəng olacaq? Qara. Sonra bu ağ çölə çıxacaq. Yenə qara rəng olacaq. Qara çölə çıxacaq, ağ rəng. Baxaq görək hansı variantdır bu da. Deməli, yuxarısı qara, baxın. Deməli, yuxarısı qara, sol küncü qara, C variantı. Fikir verin, eyni C variantı nəzir. Aydındır bu tam. Bir daha izah edirəm 16-nı. Deməli, diqqətlə baxırıq. Maraqlı sualdır. Çöldəki fiqurlar içəriyə keçibdir, içəridəki fiqurlar çölə keçibdir. Bax, bu qara, dairəliyirəm, bu içəri keçib olub ağ rəng. Bu ağ rəng çölü birini göstərir. İçəriyə keçib olub qara. Qaradakı çıxıb çölə ağ rəng olubdur. Ağ çıxıb çölə qara rəng olubdur. Ağ çıxıb çölə qara olubdur. Elə bir evdən çölə çıxanda qaralıqdır. Günün istisine çıxır. Çölə qaralıqdır. Evdəkilər çölə çıxanda qara rəng olubdur. İndi bu ağ çıxıb çölə qaralıqdır. Bura getməlidir. Bu ağ çıxdı çölə qaraldı. Bu ağ çıxdı çölə qaraldı. Qara da çıxdı çölə ağardı. Sonra ağ deməli, indi çöldəkilər də içəri keçir. Bu qara keçdi içəri ağardı. Qara keçdi içəri ağardı. Ağ keçdi içəri qaraldı. O da C variantında eyni vəziyyət verilir. Baxın diqqətlə. Gəldik növbəti sualımıza 17-yə. 17 yenə rənglərlə bağlı sualdır. Deməli, baxa görə burada məntiqi nədir? 5 dənə qara, nə qədər ağ verir burada? 6 dənə ağ verir. 5 dənə 6. Deməli, fiqurun sayı qədər, yox, 5 dənə qarana, 5 dənə toplayanda deməli, qara rənglər yenə ağ olsa ağ qara. Kənardakı fiquru bir dənə azaldırıq. Kənardakı, aslında düzdür. Kənardakı fiquru bir vahid azaldırıq. İçəridəki nöqtələrin sayını isə bir vahid artırırıq. Qara rəngi ağ olacaq, ağ rəng qara. Baxırıq növbəki. Bu 7 deyəm, 7 tərəflidir, 6 deyil. 7 tərəflidir, kəndizdə. Hə, olacaq, deyil mi?
Hə, deməli baxırıq 17-ci suala. 17-ci sualda deməli maraqlı bir sualdır 17-də. Fiqurların tərəflərinin sayı bir vahid azalıbdır. Fiqurların tərəflərinin sayı bir vahid azalıb. Baxın bu 5 bucaqlıdır, bu isə 4 bucaqlı olubdur. Burada isə qara nöqtələr ağ rəng olubdur və sayları bir vahid artırdı. 4 qara var olub. Nə qədər qara olubdur burada? Deməli, burada daha doğrusu 5 dənə qara var, bir vahid artıq 6 olubdur. İndi bu 7 tərəfli fiqurdur. İndi bu növbəti fiqurumuz bizim onda fiqurun tərəfi bir vahid azalır da, olacaq 6 tərəfli. Bu ağlar da qara rəng olacaq və sayları bir vahid artacaq. Beləliklə düzgün cavab olacaq Y variantı. Gəldik növbəti 18-ci suala. 18 də maraqlı sualdır. 18 2022-ci ilin qəbul sualıdır. Çox maraqlı bir sualdır. Bunu simmetriya kimi ortadan ayırsaz, ədədlərin cüzcəksidir. Baxın, bu bir rəqəmdir. Fikir verin, birin cüzcəksi budur. Bunu ortadan ayırsaz, baxın, bu 2 rəqəmdir. 2-nin cüzcəksi nə gedir? Şuralar belə gedir. Ondan sonra bunu ortadan ayırsaz, bax, bu 3-dür. Ondan sonra bu da 3-dür. Fikir verin, cüzcəksidir. Bunu ortadan ayırsaz 4-dür. Baxın, 4-də fikir verin. Bunu ortadan ayırsaz, bu 5 rəqəmdir. Ondan sonra bunu ortadan ayırsaz, görürsünüz ki 6-dır. Bunu ortadan ayırsaz 7-dir. Deməli, növbəti 8, bax, belə olacaq, 8. Ortadan ayırsaz, bax, 8-dir, budur. Düzdür, beləncə. Bu da 8-dir. Deməli, düzgün cavab C-dir. Məsələn, 9 desə, hansı göstərdik növbəti? Hansı variantları 9 desək? Y olar. Bu da 9-u göstərir. 9 yox, 9 7, 9 budur uşaq. 9 budur, baxın. Məsələn, növbətini soruşsa 9 bu olar. Siz deyən belə bir ədəd Bir də saçlar. tərsinədir. Gəldik 19-cu suala. Bəli. 19-cu sual kubların sayılmaqdır. Diqqətlə baxın, uşaqlar, kubların sayılmağı kvadratın sayılmağına oxşuyur. Kvadratın sayılmağı demişdim sizə. Kvadratın sayılmağı. Kvadratla kubun sayılmağı oxşuyur. Birinci kubu, ona görə birinci kvadratı izah edəcəm, sonra kubu deyəcəm, oxşuyurlar bir-birlərinə. Burada kvadratın sayılmağına aid suallar var. Məsələn, 37-ci sualda deyir ki, şəkildə neçə kvadrat var? Kvadratla kubun sayılmağı eynidir. Bax, burada nömrəliyirsiniz, daha yaxşı görməyini istəyirəm. Kubda ola bilər ki, sayanda biraz çətin olar. Burada yuxarıdan aşağı 4 dənə kvadrat var, düzdür? Soldan sağa da 4 dənə var. 4-ü 4-ə vurursunuz. Sonra bunların hərəsini bir vahid azaldırsınız. Da bura baxmırsınız şəklə. 3-3, sonra yenə azaldırsınız. 2-2, növbəti 1-1 olur. Da növbətini yazmırsınız da 0-0, 0 nəysə vuranda 0 edir axı. Bunları da toplasaq cavab eləyəcək 30 kvadrat, yəni E variantı. Baxın, saydınız 4-ün 4-lər, 4-ü 4-ə vurdunuz. Hərəsini bir vahid azaldırsınız. 3-ü 3-ə, 2-ni 2-ə, 1-i 1-ə. O da düzgün cavab eləyəcək 30, yəni E variantı. Məsələn, növbətini indi nömrəliyək. Siz deyin, onda mən yazım. Nömrəliyək bunu. Nə qədər bir yuxarıdan aşağı? 6. Hə. Belə rasimə yazaq. Deməli, necə olacaq onda? 6 vur 6, sonra? 5 vur 5, sonra? 4 vur 4, sonra? 3 vur 3, sonra? 2 vur 2, 1 vur 1. Ay, sol, 1 vur 1. 3 vur 3, 2 vur 2, 1 vur 1. Bunları da toplasaq, eləyəcək 36, 25, 61, 77, 83, 83. Deməli, 73, sonra 9, 80, neçə eləyəcək? 36, 25, 61, 61 son 6 gəndə 77, 77 son 90, 90, 91 olacaq. 91-də hansı cavabdır? D variantı. Aydındır kvadrat tapılması. İndi gəlin kubun tapılmasına geri dönüş edək. Kubun tapılması necə olur? Kubda nə olur? Kubda bilirsiniz ki, nə olur? Uzunluq n, bir də olur hündürlük, düzdür? İndi sayırıq burada. Nə qədər kub görürük burada? 4 dənə yazıram. A bərabərdir 4. Sonra, deməli, indi bu tərəfdən baxsaq, nə qədər görürük? Yenə, nə qədər görürük? Deməli, yox, bu xaric hissəsinə baxsaq. Xaric hissəsi nə qədərdir? 5. Bir də hündürlüyünə baxsaq, nə qədərdir? Burada nə qədərdir? Bu hissəsi nə qədərdir? 3-dür. Burada yazıram 3. Bax, kubu da tapanda eyni qaydadan tapırıq. Belə vururuq bir-birinə. 5 vurulsun, 4 vurulsun, 3. Üstə gəlsin. Sonra bunları bir vahid azaldırıq. Yəni 4 vurulsun, 3 vurulsun, 2. Sonra yenə azaldırıq bir vahid. 3 vurulsun, 2 vurulsun, 1. Və növbətini yazmırıq, çünki 0-a gələcəkdə 1 azaldığında 0 neysə vuranda 0 edir axı. O da eləyir 60 üstə gəlinsin, 24 üstə gəlinsin 6, düzgün cavab 90-dır. Bax, kublar bu qaydadan tapılır. Düzgün cavab D variantıdır. Saydıq 4 dənə burada var, saydıq burada 5 dənə var, saydıq burada 3 dənə var. Bunları da bir-birinə vururuq. Aydındır. Çətin deyək ki, kublar.
İndi məsələn, bax, tutaq ki, kubu çəkmirəm birdən. Biz indi məsələn, biri olub saymışıq 6-dır, biri olub 5-dir, biri olub tutaq ki, 4-dür. Necə olar? Bunu necə vurarıq bir-birinə? 6 vur. 5 vurdu. Sonra nə edəcəyik? 5 vurdu. 5 vurdu. 4 vur 3, sonra 4 vurdu 2. 4 vur 3 vur 2, sonra 3 vurdu 2 vurdu 1. sonra növbətini götürməyə ehtiyac var. Bir azaldı Biri vur. sonra. Bir dənə də götürmək. Növbətli belə bir sualdır. Deyir, aşağıdakı fiqurun sərti rəqəmsal fiqur neçə kiçik kublardır? Neçə, burada da yenə düsturdur. Bax, bunlar ayrı-ayrı düsturlardır. Deyir, neçə kiçik kubun heç bir üzü rənglənməmişdir. Bunu da bayaqki kimi sayırıq əvvəlcə. Deməli, yuxarıdan aşağı saysaq nə qədərdir? 4 dənədir. Yox, tələsmir, izah edin. 4 dənədir. Sonra burada nə qədər görürsünüz? Hə, sayları eynidir, 5 dənədir. Ondan sonra burada da 3 dənədir, düzdür? Yenə yazırıq 4, bax yazıram A bərabərdir 4, bu düsturlardır hamısı, B bərabərdir 5. Bunlar bir də bildirim ki, əsasən dövlət puluna düşür, magistra hələ ki düşmür, ola bilər pul düşər, dəqiq bilmirik. Burada nə edirsiniz? Bax, deyir, heç birisi rənglənməmişdir deyəndə, bunların sayını 2 vahid azaldırsınız, 1 yox, 2 vahid azaldırsınız, 4 çıxaq 2, bir dəfə vurursunuz və təkrarını aparmırsınız. 5 çıxaq 2, bir də olur 3 çıxaq 2. Bax, bunları bir-birinə vurursunuz. 4-dən 2 çıxanda nə qalır? 2, 5-dən 2 çıxanda 3, 3-dən 2 çıxanda 1. Bunları da bir-birinə vuranda 6 kub edir. Yəni, bu da bir düsturdur. Heç bir üzü rənglənməmişdir deyəndə belə bir düsturdur. Sayırsınız, bunları hərəsini 2 vahid azaldırsınız, ondan sonra cavabları bir-birinə vurursunuz. Düzgün cavab 6 B variantı olacaq. Aydındır mı? Deməli, heç bir üzü rənglənməmişdir deyəndə bu şəkildə tapmış oluruq. Keçək davamına. Növbəti. Deyir ki, aşağıdakı fiqur yenə də verir. Burada deyir ki, yalnız bir üzü rənglənmişdir. Burada necə sayırıq? Bax, burada bir dənə diqqətlə qulaq asın. Ancaq ortaları götürəcəksiniz, küncləri yox ha. Yəni, ən yuxarıdan ən sol sağı yox. Ortada olanları götürəcəksiniz. Yəni, sayaq görək ortada olan nə qədərdir? Yalnız bir üzü rənglənmiş deyəndə belə olur. Burada sayıq görək nə qədər bizim burada kubumuz var. Saysaq nə qədərdirlər? 12 dənə kub var, düzdür? Ondan sonra bir də buraları götürürsünüz, amma küncləri yox da, küncü götürmürsünüz. Məsələn, indi ortanı götürürsünüz, hə, yəni yuxarını götürmürsünüz. Burada nə qədər görürsünüz? Küncü götürmürsünüz. Məsələn, indi ortanı götürürsünüz, hə, yəni yuxarını götürmürsünüz. Burada nə qədər görürsünüz? 3 dənə görürsünüz. Yəni, aşağıdakı da götürülməli deyil. Hansı? Yox. Yəni yuxarıları götürmürsünüz. Ancaq ortaları. Bir də indi burada da baxın, buraları götürməyəcəksiniz, buranı götürəcəksiniz, buranı. İndi burada nə qədər var kubumuz? Bizim 12 dənə. Burada nə qədər varımızdır? 4 dənə. Burada nə qədər varımızdır? 3 dənə. Bunları toplayıb vuracaqsınız 2-yə. O da eləyəcək 38. Düzgün cavab A. Deməli, bunun məntiqi nə gedir? Baxın, diqqətlə. Bax, ən sol sağı, ortaları götürürsünüz də bir sözlə. Ortaları götürürsə, deməli, buraları götürməlikdə. Ortalardan da yuxarıları götürmürsünüz. Bax, buraları götürmürsünüz. Yaxşı, buraları götürürsünüz də. Buradan da görürsünüz, yuxarını götürməli. Görürsünüz, buradan da yuxarını götürməli. Bu şəkildə tapılır. İndi istəyirsiniz, məsələn, burada yalnız bir üzü rənglənmiş şahid, o biri kubda tapaq. Görək, necə taparıq? Məsələn, tutaq ki, burada bunu tapdıqda bayaq heç bir üzü idi. Desək ki, yalnız bir üzü rənglənmişdir. Gəlin, bunu bir yerdə eləyək ki, mükəmməlliklə həmin üstürür. Elə bir burada sualı dəyişirəm, yazıram ki, yalnız bir üzü rənglənibdir. Yalnız bir üzü rənglənibdir. Deməli, biz buranı götürürük, yoxsa yox? Yox. Ancaq hara götürürük buranı? 1, 2, 3, sonra 4, 5, 6. Buranı götürürük? Yox. Götürmürük. Buraları götürürük? Buranı 1, sonra 2, 3. Bir də haranı götürürük? 1, 2. Buraları götürürük? Xeyr, yuxarını da götürmürük. İndi burada 3 dənə kub var. Burada nə qədər var? 6. Burada nə qədər var kubumuz? 2. Toplayıb neçəyə vuracağıq? O da eləyəcək 22. Məsələn, soruşsaq. Gəldik bura. Özüm elətdirəm ki, bunları biraz qarışıq düsturlardır da, çox düsturlar. Yadda saxlamaq üçün. Yenə də tutaq ki, deyək ki, yalnız bir üzü rənglənibdir. İndi haraları götürəcəyik? Mərkəzində nə qədər olacaq onda? 1, 2, 3, 4, 5, 6. Aysa, burada 6, burada nə qədər olacaq? 2. 2, bəs burada nə qədər olacaq? 1, 2, 3. Bunları da toplayıb neçəyə vuracaqsınız? Gəldik növbəti kuba, axırıncı kubla bağlı bir sual da var.
yalnız iki yüzü rənglənmişdir. Bunu necə tapırsınız? Yalnız iki yüzü rənglənmişdir deyir. Burada da bayaqki kimi kubları sayırsınız. Kubları sayırsınız. Nə qədərdirlər? Adi sayda. A nə qədərdir? Biraz balacalaşdırım ekranı. Ondan kənarda götürürük. Yox, adi saymaq. Lap başdan kubu necə sayılır? Eyni qaydada. Burada nə qədər görürsünüz? 4. Ondan sonra burada nə qədər görürsünüz? 1, 2, 3, 4, 5, 6. Bir də ki, burada nə qədər görürsünüz bəs? 1, 2, 3, 4, 5, 6. Burada da 6 görürsünüz. Ondan sonra baxın, bunların yenə hərəsini 2 vaid azaldırsınız. 4 çıxılsın 2, üstə gəlinsin. Burada vurmursunuz ki. Bu hansının aididir? Yalnız 200 rənglənmiş deyəcək. 4 çıxaq 2, üstə gəlinsin. 6 çıxılsın 2, üstə gəlinsin. Bir dənə də 6 çıxaq 2. Aldığınız cavabları da toplayıb özünüzdən 4-ə vurursunuz. Bax, belə tapılır. Yəni, bu möhtərizənin içini eləyir birinci. 2 üstə gələk, 4 üstə gəl, 4 neçə eləyir? 10 eləyir. Onu da neçəyə vuracaq? 4-ə. Düzgün cavab 40 dənə kub eləyəcək. Yəni, B variantı. Bu da bir üstüdür. Kublara aid deməli 4 dənə düşür. Ya düşür heç bir üzü rənglənməmişsin, ya bir üzü, ya adi kubun sayılmağı, ya da ki, yalnız 200 rənglənən. Bu da yalnız 200 rənglənənə aiddir. Keçən növbət suallara baxaq. Keçirik 23-cü sual. Bu aydınlıq kub. Bunlar düsturlar da evdə mütləq oxumaq lazımdır. İkinci şəklimiz burada aidiyyatı yoxdur. İkinci soruşa bilərdim. Deməli, baxırıq növbəti suala. Burada deməli, deyək ki, bir-birinə 8 hissəyə bölünmüş dairə veribdir. İndi burada istiqamətlərini veribdir. Birinci və ikinci bir-biri ilə eyni istiqamətdə, 3 isə digərlərlə tərs istiqamətdə dönür. Üçüncü dairə saat əqrəbinin əksinə deyir, 90 dərəcə. 90 dərəcə saat əqrəbinin əksi bu istiqamətdə olur. Deməli, 3 saat əqrəbin əksinədirsə, həm birinci, həm də ikinci şəkil 90 dərəcə sağa fırlanmalıdır saat istiqamətində. Yəni, şəkli bir dəfə sağa fırlamalıyıq. Bizdən daxil da birinci şəkli istəyir. Bax, bu birinci şəkli bir dəfə 90 dərəcə sağa fırlasa C variantı alacaq. Asanlıqla görəcəksiniz. Məsələn, ikinci şəkli istəsəydi, ikincini 90 dərəcə fırlayardıq. Bizdən birinci şəkli istəyir, birinci şəkli də 90 dərəcə fırlayanda C variantı alınacaq. Növbəti 24-cü sual yenə də rənglərin toplanmağıdır. Gəlin baxaq. Bu suallardan çox düşür imtihana. Elə hesab edirəm ki, bunlar tələbələrə çətinlik yaratmayan suallardır. Rahat yaza biləcəksiniz. Deməli, ağla qaranın cəmi bizə hansı rəngi verir? Ağ rəngi verir. Ağ üstə gəl qara, bərabər qara. Biz bunu bayaq soruşmuşduq. Deməli, ağla ağ nə verir bizə? Ağla qara rəng verir, yazıram. Ağ bərabərdir qara. Ondan sonra, bəs qara ilə ağ nə veribdir? Qara ilə ağ da ağ verir. Bəzi hallarda bir də görsən dəyişir. Ona görə fikirləşərsiniz ki, ağ qara ağdırsa, qara ağ da ağ olmalıdır. Ola bilər dəyişsin. Hansı bir də görsən ki, qara verir. Ona görə gələk mütləq yoxdur yalnız. Qara ilə də qaranın cəbi bizə nə verir? Qara ilə qara ağ verir. Bütün rəngləri aldıq biz. İndi biz burada kvadratımızı çəkirik. Kvadratımızı çəkirik burada. Kvadratımızı çəkəndən sonra bunu hissələrə bölürük. Bu şəkildə indi yoxlayırıq. Qara ilə qara ağ rəng verməlidir. Bura əldə edirik. Ağla ağ qara rəng verməlidir. Bura qara olur. Qara ilə qara ağ olur. Bura əldə edirik. Ağla qara deməli yenə ağ olur. Bura əldə edirik. Qara ilə qara ağ olur. Bura əldə edirik. Ağla qara yenə ağ olur. Əldə edirik. Qara ağ yenə əldə edirik. Ağla ağ bizə qara rəng verir. Bura olmalıdır qara rəng. Qara ağ yenə ağ verir. Yuxarısı aşağısı qara olan Y variantı düzgün cavabdır. 25-də də eyni məntiqli yenə rəngləri toplayırıq. Bu dəfə baxırıq. Ağla qara, bu dəfə qara rəng verildi. Ağ üstə gəlir qara. Görürsünüz də qara rəng verir. Eyni istiqamətdən baxırıq. Ondan sonra indi baxaq. Məsələn, qara ilə qara ağ rəng verildi. Baxın, qara ilə qara ağ rəng verildi. Yazıram, qara üstə gəlir qara. Baş hərflərini yazıram, bərabərdir ağ rəng. Ondan sonra baxaq ağla ağın məntiqinə. Məsələn, ağla ağı buradan görürük də. Bax, bu ağla, bu ağ. Görək hansı rəngi verir? Ağ verir. Ağla ağ rəngi verirdi. Ağla ağ verir. Yəni, belə çıxır ki, eyni rənglər həmişə ağ olubdur. Müxtəlif rənglər qara olub. Bir dənə qaranın ağı da yoxlayaq hər ehtimala. Birinci qara gəlsin. Qaranın ağı da qara verir. Deməli, bu məntiqi necə getdi? Müxtəlif rənglər qara rəng verirdi. Eyni rənglər ağ rəng verirdi. Belə yadda saxlayaq. İndi gəlin buradan yenə kvadratımızı 3-3-ə quraq. 3-3-ə. Deməli, qara ilə qara bizə ağ rəng verməlidir. Bura əldə edirik. Ağla ağ qara rəng olacaq. Buranı qara edirik. Qara ilə qara ağ bura əldə edirik.
Ağla qara deməli bizə verir qara rəng, bura qara olur. Qara ilə qara deməli olur ağ, bura əldə edilir. Ağla qara yenə qara olacaq. Qara ağ yenə qaradır. Ağ ağ deməli ağ qalır, qara ağ qaradır. Bu variantda hansında olacaq? Deməli yuxarı hissəsi qara ilə qara bizə ağ verir, qara ilə qara ağ verir. Ağla ağ verir. Bura biz rəngləməli deyilik. Ağla ağ deyə burada yazmışıq da ağ rəng verir. Bura rəngi sərf edibdir. Deməli o zaman burada düzgün cavab olacaq B variantı. Bəli. Bir daha baxın, burada qara ilə qara ağ rəng verir, ağla ağ olmalıydı, bura qara getmişdi. Qara ilə qara yenə ağdır, düzdür. Ağla qara qara, qara qara ağ, ağ qara qara, qara ağ qara, ağ ağ ağ, qara ağ qara. Düzgün cavab B variantı olacaq. Gəldik növbəti suala. Bu da rənglərin toplanmalıdır. İndi çölünə baxırıq da burada. Ağla qara hansı rəng veribdir? Ağ veribdir. Yazıram burada. Ağ üstə gələk qara bərabərdir ağ. Ondan sonra qara ilə ağ hansı rəngi veribdir? Qara ilə ağ veribdir. Yenə yazıram. Q üstə gələ ağ bərabərdir ağ. Sonra ağla ağ. Buradan baxırıq. Ağla ağ qara rəng verib. Yazıram ağ üstə gələ ağ qara. Sonra indi qara ilə qaranın da hansı rəng olduğunu buradan görmək olar. Qara ilə qara ilə qara qalıb da. İndi qara ilə qaranın da hansı rəng olduğunu buradan görmək olar. Qara ilə qara ilə qara qalıb da. Düzdürmü? Qara ilə qara da qara qalıb. Yəni burada da eyni rənglər qara rəng veribdir, müxtəlif rənglər ağ veribdir. İndi baxırıq. Üçbucağın çölü qara qaratsa, deməli burada qara qaratsa qara qalmalıdır. Hamısı da qaradır. İçərisi qara ilə ağ rəng olmalıdır. İçərisi ağ olacaqsa C ilə Y variantını çıxırıq. Buradan lap səhri fikir versək, qara ilə qara qalmalıdır. Bura səhvli B variantını çıxırıq. Ondan sonra bu ağ ilə ağ qara rəng verməlidir. B variantında çıxırıq. Düzgün cavab A variantı qalacaq. Gəldik növbəti suala. Növbəti sual deyilən rənglərin toplanmağına oxşuyur. Baxaq, baxın ağla ağ hansı rəngi verildi? Bunu biz ortadan ayırsaq görəcəyik. Yəni bunu ağ rəngdən göstərək. Bunu belə ayırsaq məncə daha rahat görəcəyik. Belə ayırsaq buradan hissələri. Buradan görmək olar əslində. Belə ayırsaq görərik. Buranı da ayıraq. Hansılar ki qaralar üst-üstə düşür, o sizi çaşdırmasın deyə deyirəm. Bunu belə ayırsaq görərik. Gəlin baxa bildik. Görək hansı rənglərinə veribdir. Ağla ağ gördüyümüz kimi qara veribdir. Baxın bu ağla ağ qara rəng veribdir. Ondan sonra deməli qara ilə qara fikir verin ağ rəng veribdir. Qara ilə qara ağ rəng verib. İndi bir dənə qaldı ağla qaranı yoxlamaq. Buradan da ağla qaranı yoxlayanda qara rəng olur. Hər ehtimala çox güman ki, qara ilə ağ qara verəcək. Hər ehtimala baxırıq, birdən ola bilər dəyişiklik olsun. Qara ilə ağ yenə də qara veribdir. İndi biz bu şəkli tamamlamalıyıq. Buradan belə bir dənə çevrə çəkək. Bunu bölək hissələrə. Gəlin baxaq. Məsələn, bu qarana, tutaq ki, bu ağ hansı rəng verməlidir? Qara. Bura qara rəng olacaq. Ağla qara yenə qara olacaq. Bura qara olacaq. Qaranla ağ yenə qara olacaq. Ağla qara. Burada hamısı müxtəlifdir ki. Hamısı elə o zaman qara olacaq da. Hə? Düzdürmü? Hamısı ağ qaradır. Düzgün cavab Y variantı olacaq. Keçirik növbəti 28-ci suala baxırıq. 28-ci sualda bu şəkli bir dəfə 90 dərəcə sola fırlayırıq, sağın əksinə. Bu xəttin istiqamət dəyişir, bura gəlir. Fikir verin. Sağdan sola keçir. İndi biz də bunu 90 dərəcə fırlasaq, sola, sağın əksinə. Nöqtə burada olacaq. Bax, bu istiqamət artıq yerin dəyişəcək, bura gedəcək. Əslində solda olmalıydı. Bunu 90 dərəcə sola fırlasaq, sola düşür. Biz onu buradakı kimi xətti necə yerin dəyişdik, sağa keçdik. Xətt əslində sağdaydı, biz onu sola keçirdik. Bu istiqaməti sağa keçirəndə düzgün cavab A variantıdır. Gəldik növbəti 29-cu suala. 29-da da saatın əksinə fırlayıbdır 90 dərəcə, düzdürmü? İstiqamətin dəyişib də.
İndi biz bunu 90 dərəcə fırlasaq, sağdan əksinə. Bu da bu tərəfə gedəndə, evet, 90 dərəcə fırlasaq sağdan əksinə. Tez. 90 dərəcə fırlasaq, bəli, 90 dərəcə bunu fırlasaq sağdan əksinə. Belə bir dənə fiqur alınır da. 90 dərəcə fırlasaq belə bir fiqur alınır. Üstündə belə bir xətt olur, burada da üstəcə. Sadəcə bu istiqamət yerini dəyişir. İndi biz bunu 90 dərəcə fırlasaq, bu üçbucaq hara gəlməlidir? Üçbucaq gəlir bax burada durur da, düzdür? İndi biz onunla əksini götürürük. Cavabda əksini götürürük. Bu üçbucaq bu tərəfə gələndə düzgün cavab D variantıdır. Əksini götürürük. Gəldik 30-cu suala. 30-cu sualda deməli, elə bir cüzgəksidir burada da. Bunun cüzgəksi budur, bunun cüzgəksi budur. Yaxınlaşdıraq cüzgəksləridir. Diqqətlə baxaq. Bax, bunun cüzgəksi budur, görürsünüz, simmetriyası da. Bunun cüzgəksi budur. Bunun cüzgəksi nədir? Simmetriyası budur. Bunun cüzgəksi budur. Hamısı da bir-birinin cüzgəksi verirdir. İndi biz bu məntiqlə yanaşsaq, bizdən növbəti şəkli istəyir. Gəlin baxın, A-da cüzgəksi var burada. Yoxdur, bax. Bu aşağı qaralanmalıydı da. Biz qatlanmaya keçəcəyik ətrafdır. Bunun aşağısı qatlanmalıydı. A variantını ısırır. B-də baxırıq, buranın simmetriyası doğrudur. Bəs buranın simmetriyası doğrudur mu? Xeyr, səhvdir. Ondan sonra C variantına baxırıq. C variantında bura deməli, simmetriyası doğrudur mu? Hara rənglənməlidir? Əksinə rənglənməlidir. Ondan sonra D variantına baxırıq. D variantında bu istiqamətə baxırıq, doğrudur, bura doğrudur. Bir də Y-yə baxaq. Y variantında da səhvlik haradadır? Bunun simmetriyası yenə də səhvdir. Bu tərəf rənglənməlidir də, belə yox. Düzgün cavab deyil. Başa siz bunu tapaq. Bunun cüzgəksizdə çəkdim bunu kvadratı. Bura rənglənməyibdir. Mən də bunu bu tərəfə rəngləyirəm. Sonra üçbucağı çəkdim. Bunun bu tərəfə rənglənməmişəm. Növbəti də bunun cüzgəksini, burasını rəngləyirəm. Yəni bu şəkilləri elə üst-üstə qoyanda bütün rəngli bir fiqur alınır. Tamamlanır. Belə də yadda saxlaya bilərsiniz. Bununla bunu üst-üstə qoysaq, belə rəngli üçbucaq olur, rəngli kvadrat olur, rəngli romb olur. Burada da baxın, üst-üstə qoyanda rəngli fiqurlar yaranır. Düzgün cavab deyil. Hamız belə. Nə qalır? Deməli, növbəti 35-ci suala baxırıq. 35-ci sualda, deməli, baxın, bu yuxarısı ağdır, bura qaradır. Fikir verin, yerləri dəyişib də. Bura qaradır, bura ağ olubdur. Ondan sonra bura qaradır, bura ağ olubdur. Ağ qara olub, qara ağ olubdur. Bunu ortadan ayırsaq da görə bilərik. Bax, bu istiqamət, yəni çarpaz baxırıq da. Bura ağdır, buralar ağdır, buralar qaradır. Çarpaz baxsaq. Ondan sonra bura qara, ağ veribdir. İndi bu məntiqlə də yanaşanda, bura baxın, ağ eyni qalıbdır. Qara, ondan sonra qara, ağ. Bunu da ortadan ayırsaq, bu qara istiqamət eynidir. Bu çarpaz baxırıq da, çarpaz eyni olacaqlar. Amma burada görürsünüz, bura qaradır. Ona görə D variantını götürmürük. Qalanlarında, məsələn, ikisi də yuxarısı qara səhvdir. Burada da yenə istiqamətləri səhvdir. Simmetriyalar pozulur burada da. Deməli, Y variantına fikir versək, Y variantında baxın, çarpaz baxsaq, ağ, qara. Ondan sonra buralar ağ, bura ağdır. Çarpaz baxırıq da, qara. Ondan sonra ağ, qara. Düzgün cavab Y variantı olacaq. Hamısını qaralayıb. Həm qaralayıbdır burada. Həm də ki, çöldəkiləri içəri salıb, içəridəkiləri çölə. Bax, bunu görürsünüz, içəri salıbdır. Bunu çölə çıxarıbdır. Bunu çölə çıxarıb, bunu içəri salıb. Çölü içəri salıbdır, içərini çölə çıxarıb. Çöl içəri yazacam, biləcəksiniz. İndi bizdən nə soruşur? Deyir ki, müəyyən və sual əvəzinə uyğun olan variant tapın. Sual hardadır burada? Axı, mən elə olmur. Bu sual şəhərində. Hə, ortadakı sualdır. Bir çevirib hamısını qara oldu. Necə? Mən çevirib... Yox, sual şəhərindədir. Ortada da qoyduğumuz fiqur oldu. Buradakılar sualdır mənim. Burada var. Fiqur olmalıdır. Yəni iki dənə. Hə, hansı fiqur olacaq? Sıcaq biz qoyacaq. Dairədir. Belə çevirib. Sonra da hamısını qara aldım. Deməli, burada deməli nə edilir? Ağ dairə fiquru 90 dərəcə sağa fırlayıb, yazmışam burada. Üçbucaq hamısını qaralayıbdır. Kvadrat isə içəridəki fiqurları çölə yığıbdır. Çöldəki fiqurları içəri salır. Baxın, deməli, yox, daha doğrusu çöldəki fiqurları silibdir. Bax, bunu silib, ancaq içərini saxlayıbdır.
Görürsünüz, çölünü silibdir, təmizləyib çölünü. Çölü çıxarıbdır. İndi bu axırda bizdən sual işarəsi istəyir ki, burada hansı fiqurlar olacaq? Burada birinci dairə olacaq. Bunu 90 dərəcə fırlayanda bu vəziyyətə gələcək. Sonra da üçbucaq olacaq. Üçbucaq ağları neyinib? Qara elibdir. Görürsünüz, ancaq qara varsa axı üçbucaqla qurtaracaq da. Axı üçbucaqla qutaran ya B-dir, ya da C-dir. Kvadrat axı eləmirdi. Kvadrat çölünü təmizləyirdi. Düzgün cavab B-dir. Bax, bir dənə məntiqlə də tuta bilərsiniz ki, üçbucağın mənası nə gedir? Üçbucağın mənası hamısını qaralamaqdır. Hamısı burada qaralanıbsa, onda mütləq burada üçbucaq olmalıdır. Üçbucaq olmayan, yəni ikinci üçbucaq olmayan cavabları çıxırıq. Ya B-dir, ya da D-dir. D ola bilməz, axı kvadrat çölünü təmizləyibdir. D olsaydı, onda buradakı fiqurlar olmayacaqdı içəridə. Belə bir şey olacaqdı, içində qara olacaqdı. Deməli, düzgün cavab B-dir. Dairə bunu 90 dərəcə fırlayıb, bu vəziyyətə gətirib. Üçbucaq da bunu tamamilə rəngləyibdir. 37 tip sualı bayaq demişdik kvadratı sayanda. Sayırıq 4-ün 4-ə, 4 vur 4, 3 vur 3, 2 vur 2, 1 vur 1. Azala-azala gedirlər, toplayanda 30 eləyir. Burada da saymışdıq 91 idi. 6 dənə burada var, 6 dənə burada var. 6, 6, 5, 5, 4, 4, 3, 3, 2, 2, 1, 1. Toplayanda 91 eləyir. 39 tipli kvadrata baxırıq. Yenə də bunu düsturla tapa biləcəyik. Bunları yenə, gəlin bunu bu hissədən ayrı sizə göstərin. Baxın, bunu beləci ayrı tapa bilərik. Belə bir formada sala bilərik. Düzbucaqlı özü də kvadratdır da. Kvadrat özü də düzbucaqlı düz hissədən. Yəni kvadrat özü də düzbucaqlıdır. Bunu bu şəkildə sahib tapa bilərik. Bunu bu formaya gətirsək, burada nə qədər biz balaca kvadrat görürük? 6, 7, 8, 9, 10. Yox, daha doğrusu bunları düsturla sayacağıq. Bu formaya gətirdik. İndi biz bunları saymalıyıq. Yuxarıdan aşağı, yuxarıdan aşağı nə qədər gördük? 4 dənə, soldan sağa 3 dənədir. 4'ü vururuq 3'ə, sonra bunları bir azaldırıq. 2'ni vururuq, 3'ü vururuq 2'yə, sonra yenə bir vayda azaldırıq. 3'dən 2'ni bir vayda azaldanda 2 1 eləyir. Bunları da toplayanda 20 eləyir. İndi burada olmayanları saymalıyıq. Olmayanlar 21-ci mən bura yazıram, balaca kvadrat. 22, 23, 24, 25, 26, 27. Tələsmirik, sıraz demək cavab 27-dir. Bura daxil olmayan, bax indi bunu başqa bir rənglə göstərək. Məsələn, bu rənglə göstərək tabii ki. Bura daxil olmayan, bax belə bir dənə kvadrat da var. Bax bu 28-cidir. Hansı ki yarısı çöldə qalıb da. Yəni 2-nin 2-yə olan. 2-nin 2-yə olan. Biri də baxın düzdür aslında. Biri də burada qalıbdır. Deməli biri də burada qalıbdır. Aha. Biri də harda qalıbdır? Ay salon. Biri də bax budur. Fikir verin. Biri də budur. Hansıdır? 24, 25 verin. Hə, bir də budur. Çölündə olan. Bir də budur. 3 dənə də burada əlavə kvadratımız var. Deməli 32 yox, 32 yox. Biz 27-də dayanmışdıq, cavab 30. 3 dənə də əlavə oldu da. Hə, biri budur. Bax, biri bu kvadratdır, bir də gedək üstündən. Biri budur 2, biri də budur da. Deməli ümumi oldu, 30 dənə kvadrat oldu, cavab 7. Gəldik 40-cı suala. Yenə də 40-cı sualı sınağa da düşmüşdü belə bir sual. Bunu yenə ortadan beləsinə ayırırıq. Beləsinə ayırırıq ortadan. İndi nisbətimiz bizim neçədir? 1, 2, 3, 4. 1, 2, 3, 4. Necə yazacağıq? 4 vuraq 4, sonra 3 vuraq 3, sonra 2 vur 2, sonra 1 vur 1. Bu da neçə elədir? 40 elədir, düzdür? 40 dənə burada kvadratımız var. 41-ci kvadratımız budur, 42-ci kvadratımız budur, 43-cü budur, 44-cü kvadratımız budur, 45 budur, 46 budur, 47 budur, 48 budur. 48 dənəsini hara getdiyimiz, deməli 30 edir bunları hesablayanda. 16, 25, 29, 30 edir. Hə, bura 30 edir. Deməli, onda 30 dənə, buranın hesablayanda 30 edir. 30 dənə kvadrat saydıq mı? İndi kənarları da saysaq, ümumi nə qədər olacaqlar? 30 dənə saydıq biz burada. 31-ci bura oldu. Gəlin yazaq üstünə. 31-ci, 32-ci, 33, 34, 35, 36, 37, 38. 38 dənə varımızdır. İndi burada daxil olmayanları götürəcəyik. Bax, biri bu kvadratdır. Gəlin, məsələn, başqa rənglə gedək üstündən. Bax, bu 39-cu olan bax bu kvadratdır. Fikir verin. Bax, 39-cu olan kvadrat budur. 39. Ondan sonra 40-cı olan kvadrat hansıdır? 40-cı olan kvadrat budur. Başqa var mı yenə? Başqa var. 40-dan sonra yoxdur ki, dəqiqdən baxın. Yoxsa bəli, düzgün cavab 40-dır. Kontrol edək. 40-ın deməli 40-dır bəli. Qarşısına 40 deyilsə düzgün olar.
Deməli, gəldik 41-ci suala. Yenə də ayrılıq burada, bu şəkildə. Bu şəkildə ayıraq. Bax, burada beləsinə ayıraq burada. İndi gəlin nisbətimizi yazaq. 1, 2, 3, 4. Buradan da ayıraq. 1, 2, 3, 4, 5, 6. 4'ü nə? Deməli, 1, 2, 3, 4, 5, 6. 4'ü nəyə vuracaq? 6'ya. Üstünə nə gələcək? 3 vuraq 5. Sonra 2 vur 4. Sonra 1 vur 3. Bunları da hesablasaz eləyəcək 50 dənə. İndi 51-ci bax bu kvadratdır, 52-ci bu kvadratdır, 53-cü bu kvadratdır, 54-cü bu kvadratdır, 55-ci bu kvadratdır, 56 budur. 57-ci budur, 58-ci budur, 59-cu budur. İndi biz burada 2'nin 2 olan kvadratları tapacağıq. Hansı ki bu içəri daxil olmayanda. Deməli, bax biri buradadır. Bax biri elə bunun özüdür, görürsünüz də. 59-cu budur, 60-cı da bax budur. Bax buradan bura kimi 60 dənə kvadrat var. İndi 61-ci baxın buradır. 61-ci buradır. 62-ci buradır. 62-ci buradır. Ondan sonra burada da biri var. 63-cü buradır. Bax görürsünüz burada biri var. Ondan sonra 64, 3'ün 3'ü olan da var. 3'ün 3'ü olan da var. 3'ün 3'ü olan 64-cü bax biri budur. Sonra 64-cü odur. 65-ci de var. Baxın 65-ci buradır. Fikir verin. Görürsünüz buranı. Yox, 64 oradır. 64. 64 dənə saydım. 59 buraydı. 60 bura, 61 bura, 62 bura, 63 bura, 64 bura. 65-ci üçüncüsədir. Bir dənəsi də olmalı 66 idi. Bir dənə də bu üçüncüsədir. Bax, bax. Bura kimi saymışıq da. 59'u saymışıq, yadımızdadır. O birləri gəlin belə sayaq, qarışıqlıq olur, üstə düşür deyə. 59 dənəsini saymağı sizə demişdim. Məsələn, 60-cı bax buradır, fikir verin, 60-cı buradır, çöldə olan. Sonra 61-ci buradır. Ondan sonra 62-ci baxın bu kvadratdır. 63-cü bu kvadratdır. 64-cü də bu kvadrat idi. İndi əlavədə 2 dənə kvadratımız var. O bilsiz hansı kvadratlardır? Üçüncüsü olan. Biri baxın budur. Bax, diqqətlə baxın. Bax, bura baxın. Bax, bura 65-ci kvadrat budur. Görürsünüz. 66-cı da bax bu kvadratdır. Hepsi market yazma. 66. Aydın oldu. Deməli, üçüncüsü olanları da götürəcəyik. Bax, bunlar da üçüncüsü olanlar. Tam fazlayız. Baxırıq növbəti şəkil əlaqələrindən 41-ci suala baxırıq. 41-ci sualda əvvəlcə biz hissəni bu şəkildə ayırırıq. Bu şəkildə ayırırıq hissəni. Ayırdıqdan sonra içərisini nömrələyirik. 1, 2, 3, 4. Buradan da nömrələyirik. 1, 2, 3, 4, 5, 6. İndi buradakı ədədləri bir-birinə vururuq. 4'ü vururuq 6'ya, kvadratın tapılması kimdə. Sonra buradakı ədədləri bir vahid azaldırıq. 3'ü vururuq 5'ə, 2'ni vururuq 4'ə. Sonda isə 1'i vururuq 3'ə. Da növbəti 0 olduğu üçün 0'ı götürmürük. Buradakı ədədləri də toplasaq, 24 üstə gələk, 15 üstə gələk, 8 üstə gələk, 3. Bu da eləyir 50. 50 dənə bizim kvadratımız var. Baxın, 51-ci bu kvadratdır, 52 buradır, 53 buradır, 54 bura, 55 bura, 56 bura, 57 bura, 58 bura, 59 bura. 59 dənə kvadrat saydıq mı? İndi o birləri də göstərəcəm sizə. Əlavə kvadratlarımız da var burada. Məsələn, bu çərçivədən kənarda olan 2'nin 2 olan kvadratları gəlin göstərim sizə. Bax, biri bu kvadratda 60-cı, yadda saxlayaq. Biri də bax bu kvadratda 61-ci. 61 oldu mu? Ondan sonra biri bax bu kvadratda 60-cı, biri də bu kvadratdır. Deməli 63-cü. Ondan sonra 3'ün 3'ə də var. Baxın 3'ün 3'əni də məsələn başqa rəngdə göstərim. 3'ün 3'ə bax bu kvadratdır. Fikir verin, oldu 64-cü. Ondan sonra 3'ün 3'ə baxın, bir də bu kvadratdır. Oldu 65-ci. Sonra kənarda da var bir dənə kvadratımız. Kənarda da baxın, burada bir dənə 2'nin 2'yə kvadratımız var. Oldu 66-cı kvadrat. Hər bir də 3'ün 3'ə baxın, bir dənə kvadratımız var. 3'ün 3'ə olan. 3'ün 3'ə bax, bir dənə bu kvadratdır. Fikir verin. Baxın, buradan bura kimi məsafəyə. Bu da 3'ün 3'ədir də. Yəni, ümumi bizim 67 dənə kvadrat, 66 dənə kvadratımız olacaq. Düzgün cavab 66. Yəni, D variantı sayılır. Baxırıq 42-ci suala. 42-ci sualda biz necə tapırıq? 42-ci sualda biz bunları nömrələyirik. Buraların içərisini nömrələyəcəyik. 1, 2, 3, 4, 5, 6, 7, 8.
Və bu 8-i vururuq 2-yə, düzgün cavab 16 olacaq. Yəni üçbucaqların sayını bu şəkildə tapa bilərik. Keçirik 43-cü suala. Növbəti 43-cü suala baxırıq. Gəlin 43-də sayaq görə nə qədər üçbucaq var. Bax, içəridə gördüyümüz kimi 6 dənə də üçbucaq var. Sonra 7-ci üçbucaq, deməli 6 dənə də içəridə bizim üçbucağımız var. 7-ci üçbucaq, bax belə bir üçbucaq görürsünüz də. Bax, bu 7-ci üçbucaqdır. Bu 8-ci üçbucaqdır. Bu da 9-cu üçbucaqdır. 9 dənə üçbucaq görürsünüz. Ondan sonra özünü də saysaq, deməli 10 dənə üçbucaq eləyir. Sonra 11-ci üçbucaq, baxın bu üçbucaqdır. Başqa rənglə gedirəm üstündən. Bax, 11-ci üçbucaq budur. Məsələn, 12-ci üçbucaq da yenə eyni istiqamətdən. Baxın bu üçbucaq oldu, deməli 11-ci üçbucaqdır. 12-ci üçbucaq da, baxın, bax bu üçbucaq isə, məsələn, bu üçbucaq 12-ci üçbucaqdır. Bu üçbucağımız da bizim, deməli, eyni istiqamətdən. Bu üçbucaq da bizdə 13-cü üçbucağı bizə verir. Bu istiqamətdən sayanda 13 dənə üçbucaq. Deməli, burada bizim ümumilikdə 13 dənə üçbucağımız bizim olacaq. Bir də baxaq, baxın, bir də baxaq. Bax, 6 dənə üçbucağı içəridən görürsünüz. Bunu görməyə asandır. 1, 2, 3, 4, 5, 6. 7-ci üçbucağı, bax, göy xətlərlə göstərirəm. 7-ci, bax, bu üçbucaqdır. 8-ci eyni istiqamətdə budur. 9-cu üçbucaq budur. 9 özünü də saysaq, özü də üçbucaqdır. 10 dənə üçbucağımız var bizim hal-hazırda. Gəlin də o birləri də başqa rənglə göstərim. Məsələn, 11-ci üçbucaq. Bax, 11-ci üçbucaq, baxın, budur. 11-ci üçbucaq. Eyni ilə 12-ci, deməli, üçbucaq da, 12-ci üçbucaq da, baxın, bu üçbucaqdır. 13-cü üçbucaq da, deməli, 13-cü üçbucaq da, baxın, burada belə bir üçbucaq yaranır. Bu da olur bizdə 13-cü üçbucaq. Deməli, 13 dənə bizim üçbucağımız var. Keçirik növbəti 44-cü suala. 44-də deyir ki, yenə şəkildə neçə üçbucaq var? Aha. Gəlin baxaq. Bax, burada 1, 2, 3, 4, 5, 6 dənə üçbucağı görürsünüz. Özünlə bir yerdə, deməli, 7 dənə üçbucaq var hal-hazırda. Özü də üçbucaqdır. 8-ci üçbucaq, baxın, bu düzbucaqlı üçbucaqdır. 9-cu üçbucaq, baxın, bu üçbucaqdır. Düzbucaqlı üçbucaq. 10-cu üçbucaq, baxın, bu üçbucaqdır 10-cu. Eləcə də 11-ci üçbucaq, deməli, bu üçbucaqdır. Və 12-ci üçbucaqda, bax, bu üçbucaqdır, 12-ci. Bir də, bax, belə baxsaq, bu da 13-cü üçbucaqdır. Baxın, bu da 13-cü üçbucaqdır. Deməli, burada da düzgün cavab 13 dənə üçbucaq olacaq. Və bunları, məsələn, nömrələyib də göstərə bilərəm sizə, üçbucaqların sayını. Deməli, burada qeyd edədiyimiz kimi nə qədər üçbucaq var? 6 özündən bir yerdə 7-dir. 8-ci üçbucaq, baxın, bu düzbucaqlı üçbucaqdır. 9-cu üçbucaq, bu düzbucaqlı üçbucaqdır. 9 varımızda hal-hazırda. 10-cu üçbucaq, bax, bu 1 ilə 2-ni birləşdirəndə bir üçbucaq olur. Bunları da birləşdirəndə bir üçbucaq olur da 11 üçbucaq oldu mu? 12-ci üçbucaqda, burada görürsünüz, bax, belə bir üçbucaq var. 12-dən 13. Baxın, bu da 12-ci və birlikdə götürəndə 13-cü üçbucaq olurlar. Növbəti sual düzbucaqlının sayının tapılmasıdır. Düzbucaqlının sayını tapanda buraların içərisini əvvəlcə nömrələyirik. Nömrələdikdən sonra isə buradakı ədədləri toplayıb bir-birinə vururuq. Yuxarıdan aşağı toplayırıq. 1 üstə gələk, 2 üstə gələk, 3. Sonda sağa doğru toplayırıq. 1 üstə gələk, 2 üstə gəl, 3. Altını da 6-ya vuranda düzgün cavab 36 D variantı eləyəcək. Baxırıq növbəti paralelogramın tapılmasına. Paralelogram da düzbucaqlı kimi tapılır. 1, 2, 3 yuxarıdan aşağı sayanda, buradan da sayanda 1, 2, 3, 4 eləyir. Toplayıb bir-birinə vururuq. 1 üstə gəl, 2 üstə gəl, 3 vurulsun. 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 4. O da ki, 6-nı 10-a vuranda düzgün cavab 60, yəni Y variantı eləyir. Baxırıq növbəti 47-ci suala. Baxırıq növbəti 47-ci suala. 47-ci sualı bax bu şəkildə tapa bilərsiniz. Burada nömrələyirik 1, 2, 3, 4, 1, 2, 3, 4. Burada da nömrələyirik 1, 2, 3, 4 və buradakı ədədləri toplayırıq. 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 4, 10 eləyir. Birinci sətir oldu 10. Sonra aşağıda da yenə 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 4, 10 eləyir. Burada 10 oldu. Sonra 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 4. O da 10 eləyir. Bura oldu 10. Ümumi sayılar olacaq. 10 üstə gələk, 10 üstə gələk 10. O da 30 eləyir.
Düzgün cavab 30. Yəni D variantı olacaq. Ondan sonra keçirik 48-ci suala. 48-ci sualda, növbəti sualda, bax burada da indi nömrələsək, burada yuxarı hissə olur, 1 üstə gəlir, 2 üstə gəlir, 3, 6 dənə olur burada. Yəni 6-dan üst bucağı belə də görə bilərsiniz. 1 dənə burada, 2 burada, 3 burada. Sonra bunları 1 götürsəz 4, bunları 1, 5. Töv özünü götürsəz 6 olur. Amma yəni düsturdan toplamaqdan da tapmaq olur. 1 üstə gəlir, 2 üstə gəlir, 3 kimi yazmaq olar. Ondan sonra indi bax buradan görürsünüz bu xəttə kimi məsafəni tapdıq. Sonra buradan bax bura kimi də var həmin hissələr. Burada da müəyyən üçbucaqlar yaranır da. Buranı da nömrələsək bu hissəni yenə 1, 2 üstə gəlir, 2 üstə gəlir, 3. Bir də aşağı hissəyə kimi. Bax buradan da yenə üçbucaqlar yaranır. Yenə nömrələyirik. 1 üstə gəlir, 2 üstə gəlir, 3. O da 6. 18 dənə üçbucaq eləyir. Sonra əlavə burada bizim üçbucaqlarımız da yaranır. Bir də bax bu şuanı buradan hesablasaq, bu düz xətt boyunca da buradan da elə bil ki, bir üçbucaq bura, sonra məsələn başqa rənglə göstərib, birinci üçbucaq bax budur, ikinci üçbucaq budur, üçüncü üçbucaq budur. Sonra bunları belə götürə bilərik, dördüncü üçbucaq 5, bir də bütöv özünü götürə bilərik 6. Yəni elə bil ki, burada da əlavə bizim 6 dənə üçbucağımız yaranır. Ümumi üçbucaqlarımızın sayı 6 vur 4, 24 olur. Yəni C variantı. 49-a baxırıq. 49-da deyir ki, hansılar daxil edilməlidir? İndi biz bunların ayaq hissəsinə baxıb rahat tapa bilərik. Məsələn, bu istiqamətdə üzü bu tərəfi olan C olan, hamısı bir-birinin güzgü əksidir. Burada var, burada var, bir də burada var. 4 dənə var. Ondan sonra bunun əksi, bax belə C-lər isə burada var, burada var, burada var, burada var. Deməli, bunun əksi olan C-lər isə 1, 2, 3, 4 dənə yerdə var. Burada bu dənə, bu C-dən də var. Bundan 5 dənə, buradan isə 4 dənədir. Sonra üzü ayağı Z kimi olan, bundan deməli nə qədərdir? 2 dənədir. Ayağı Z kimi olandan 2 dənədir. Bunun əksi olan, bax belə bir Z-dən isə əksini olandan 3 dənədir. Deməli, bunun əksini olandan isə 3 dənədir. Bax, bu istiqamətdə gedir söhbət. Deməli, burada əlavə edilməlidir deyəndə sayı az olanları götürürük. Yəni, bu Z-in 2 dənə, bunun elə bir ki, 3 dənə deyil Z-in əksi, 2 dənəsi var, bir dənəsi çatışmır da. Deməli, ayağın biri Z olacaq. O birində də bax, bu elə bir ki, 5 dənə deyil. Bunun 4 dənəsinin əksi var da, 4 dənəsinin əksi var ayaqlarından. Bir dənəsinin deməli əksi yoxdur. Deməli, burada sayı az olanları götürürsünüz. Z-dən, bax, bu C hərfini götürürsünüz. O da ayaqlara fikir versək, düzgün cavab Y-dir. Yəni, burada nə edirik? Ayaq hissələrinə fikir veririk və sayı az olan götürürük, daxil edilməlidir deyəndə. Sayı az olan götürürük. Bir də baxın, deməli, bax, bu ayaq hissəsinə fikir verin, ayaq nahiyəsinə 1, 2, 3, 4, 5 dənədir bu hissə. Ondan sonra bu hissə isə 4 dənədir saysanız. 1, 2, 3, 4 dənədir. Ondan sonra Z kimi olandan deməli nə qədərdir bizdə? 1, 2 dənədir. Və bu Z-in əksi olan, Z-in əksi bu fiqurda da, bu Z-in əksindən isə deməli 3 dənədir. Burada var, burada var, burada var. Deməli sayı az olan Z-lə C-dir. Ayaqları Z və C olan, o da sağ tərəf olan da B variantıdır. 50-ci suala baxırıq. 50 də qəbula düşən sualdır. 50-də burada xəttlərin sayına fikir verəcəyik. Birinci rəqəm 5 xəttilərin sayıdır. Bax, bu 2 5 xəttilərin sayıdır. İkinci rəqəm 4 xəttilərin sayıdır. Üçüncü rəqəm 3 xəttilərin sayıdır. Dördüncü rəqəm 2 xəttilərin sayı və nəhayət axırıncı rəqəm 1 xəttilərin sayıdır. Bax, 5 dənə 2 xətti var burada. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 5 xətti də birləşik. 4 xəttilər 2 dənədir. Fikir verin. Hansılardır 4 xəttilər? Baxın, buradır, bir də buradır. 3 xəttilər isə deməli 4 dənədir. Baxın, buradır 3 xəttilər, buradır. Bir də ki, 3 xəttilər haradır? Boyun nahiyəsidir. 2 xəttilər isə 2 dənədir. Bax, ayaq hissəsidir. 1 xəttilər çoxdur. 23 dənə veribdir. Deməli, 20-dən çoxdur. Bunları da bir-bir saya bilərsiniz. Bax, burada var, burada var, burada var, burada. Yerdə qalan 1 xəttidir də. Amma hamısını saymağa ehtiyac yoxdur. İndi burada birinci 5 xəttilərin sayını götürəcəyik. 5 xətti nə qədərdir? 5 dənə burada var, 5 dənə burada var, sonra 5 dənə burada var. 5 dənə burada var, elədi 4. Sonra 1, 2, burada var 5 xətti, burada var 5 xətti, bir də burada var 5 xəttilər. Deməli, ümumi 8 dənə 5 xəttimiz var. Cavab 8 ilə başlayır. 4 xəttilərin sayına fikir verək. Burada var, burada
4 xətti bir dənə burada var. 4 xətti burada var. 2 oldu. Burada var 3 oldu. Burada var 4 oldu. Burada var 5 oldu. Burada var 6 oldu. Deməli, bir də bu hissələrdə var 8 olacaqlar. 7, 8. Deməli, cavab 8, 8 ilə başlamalıdır. O da E variantı olacaq. Baxırıq növbəti şəkil əlaqələri 51. 51 də bayaq yazdığımız 49 kimi tapa bilərik məntiqindən. Deməli, indi biz burada, bax, belə bir fiqurdan görək nə qədərdir. Yəni, yazaq sayılarını. Bax, bura bir xət qoyuram. 1, 2, ondan sonra 3, sonra 3 dənədir, düzdürmü? İndi bunu əksinə baxırıq. Görək, bunun tərəfi olanlar nə qədərdir? Bunu da məsələn başqa rənglə göstərək. Deməli, baxın, bunun əksi olan bundan 1, ondan sonra deməli 2, bir də ki, bunun əksinə olan 1, 2, bir də burada var, 3 dənədir. Deməli, axtarılan fiqurda bu hissə olmayacaq. Çünki sayıları bərabərdir. Bizdən deyir ki, hansı fiqur artıqdır, artıq olan seçəcəyik. İndi Z-ə baxaq, görək Z-dən nə qədərdir? Z-dən 1, 2, bunun əksini, Z-in güzgü əksini qırmızı qələmlə göstərəcəm. Deməli, biri budur Z-in əksi, bir də ki, budur Z-in əksi. Bundan da 2 dənədir, yəni bunu götürməyəcəyik. İndi üzü bu tərəfi olan U-dan nə qədərdir? Bir burada var, bir də cəmi bir hissədə var U. Bunun əksi olan bu U-dan isə hansı hissədə var? 2 dənə yerdə var. Bax, burada var, burada var. Deməli, bu artıqdır da. Bir dənəsi, 2 dənə də axı sayıları bərabər olanları götürmürük. Sayılı digərindən çox olan götürürük ki, artıqdır. Elə bil ki, bunun güzgü əksi. Baxın, yəni bu fiqurun güzgü əksi, bax, bu da elə bil. Bunlar bir-birinin güzgü əksidir. Onda deməli, artıq olan, artıq bu hissə, artıqdır da bunun güzgü əksi yoxdur. Yəni, bax, bu fiqurun artıq güzgü əksi olmayacaq. Bu fiqurlardan birinin və orada da deməli, bax, bu fiqurun güzgü əksi olmayacaq D variantının. Çünki, bax, bunlar ikisində istiqamət eyni daxı. Düzgün cavab, bax, bu fiquru götürəcək. D variantı doğrudur. Məsələn, bu fiqur bunun güzgü əksidir. Baxın, bu fiqur, bu fiqurun güzgü əksi var. Bu fiqurun güzgü əksi var. Üzü bax bu tərəfi olan güzgü əksidir. Amma bu fiqurun isə güzgü əksi yoxdur. Yəni, düzgün cavab burada olacaq. D variantı düzgün cavabdır. Bax, bu fiqurun güzgü əksi yoxdur. Artıqdır. Növbəti baxırıq 52-ci sual. Baxırıq növbəti suala. Növbəti sualda burada rəngli hissələrin hərəkəti verilibdir. Burada necə tapa bilərik? 2 dənə, baxın, dairə bir-birinə, rəngli hissə bir-birinə daha yaxındır. Bu üçbucaq onlardan uzaq məsafədə durubdur. Bu üçbucağın indi hərəkətini istəyib tapa bilərik. Bu üçbucaq, deməli, ikinci şəkildə də uzaq olan üçbucaq hansıdır? Digərlərinə deməli, uzaq olan üçbucaq baxın budur. Qalan 2 üçbucaq bir-birinə yaxındır da. Üçüncü şəkildə də həmin üçbucaq burada durubdur. Dördüncü şəkildə də burada durubdur. Digərlərindən uzaq yerləşən üçbucaq. Və bu üçbucağın hərəkətinə baxsaq, görərsiniz ki, 1, 2, 3 istiqamət saat istiqamətində hərəkət edib. 3 addım, yəni hər dəfə sağa gedibdir. Yenə baxın, burada 1, 2, 3 bu şəkildə hərəkət edibdir. Növbəti şəkildə, baxın, 3 addım hərəkət edib. 1, 2, 3. Növbəti şəkildə 3 addım hərəkət edəsə sağa. 1, 2, 3. Yuxarı küncdə duracaq, o da yalnız C variantındadır. Beləliklə, 52-ci sualın düzgün cavabı olacaq. Beləliklə, 52-ci sualın düzgün cavabı C-dir. Bir də baxaq, bax, bu üçbucaqlar bir-birinə yaxındır, uzaq olan üçbucaq budur. Burada bu üçbucaqlar bir-birinə yaxındır, uzaq olan üçbucaq budur. Burada budur, uzaq olan üçbucaq. Burada da deməli, uzaq olan üçbucaq budur. Və bu üçbucaq hər dəfə 3 addım sağa hərəkət edib. Fikir verin, 1 addım, 2 addım, 3 addım gəlib bura. Sonra təzdən 1 addım, 2 addım, 3 addım gəlib bura. Təzdən buradan da bura 1, 2, 3. Növbəti şəkildə, bax, bu 3 addım hərəkət edəsə, bu şəkil 1 addım, 2 addım, 3 addım da gəlib burada durmalıdır. Uzaq olan üçbucaq da yuxarıda olan C variantındadır. Düzgün cavab. Növbəti sual üçbucaqların sayılmasına aid olan bir sualdır. Burada içərilərini əvvəlcə nömrələyək. Görək, içəridə nə qədər bizim üçbucağımız var. Balaca üçbucaqları rahat saya bilərik. Deməli, burada bizim 17-18 dənə üçbucağımız var. 18 dənə üçbucağımız var. İndi buranı silirəm, artıq 18 dənəsini saydıqda. Sonra burada belə bir 4 dənə də üçbucaq buradan yaranır. 19-cu bu üçbucaq, 20-ci bu üçbucaq, 21-ci bu üçbucaq, 22-ci bu üçbucaq.
4, 18 üstünə 4 gəlirik. 4 dənə üçbucaq buradan yarandı. Sonra 5-ci üçbucağımız bax budur. Deməli, üstünə 1 gəlirik. Sonra düşürük aşağı. Deməli, burada da bizim 2 dənə üçbucağımız var. Biri bu üçbucaqdır, biri isə bu üçbucaqdır. Üstünə 2 gəlirik bu dəfə. Sonra, deməli, burada bizim belə bir üçbucağımız var. Üstünə yenə 1 gəlirik. Ondan sonra, burada bizim belə bir üçbucağımız da var. Üstünə yenə 1 gəlirik. Bir dənə də ümumi özü var. Özünü də gəlsək bütöv fiquru 28 edir. Ondan sonra gəlin aşağıları sayaq burada. 29-cu üçbucaq, 30-cu üçbucaq, 31-ci üçbucaq. Yəni üstünə 3 dənə 1 gəldi. Hal-hazırda 31 dənə üçbucaq saydıq. Ondan sonra baxırıq deməli 31-ci üçbucağı da saydıq. 32-ci üçbucaq baxın belə bir üçbucaqdır. 32-ci üçbucaq, 33-cü üçbucaq bunun aşağısıdır. Ondan sonra 33 dənə saydıq. Bir də bu üçüncündə də var. Baxın belə bir üçbucaq da var. 34. Bunları da saysaq deməli olacaq 35 dənə üçbucaq olacaq. Yəni burada üçbucaqların sayı D variantı 35 olacaq. Növbəti baxırıq 54-cü suala. Gəlin üçbucaqları indi burada balaca üçbucaqları saya bilərik. Görək bizim nə qədər balaca üçbucağımız var. Bir, 2, 3, deməli 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə bizim deməli üçbucağımız var. Ondan sonra deməli 13-ü yazırıq bura. Sonra baxaq görək bizdə nə qədər üçbucaq var əlavə. Bir üçbucaq buradan var. Ondan sonra deməli böyük üçbucaqları tapsaq 2, 3 dənə də əlavə üçbucağımız var. Elədir 16. Bir də özünü saysaq, bunun özü də üçbucaqdır da. O da eləyəcək 17. Düzgün cavab 17. Yəni C variantı sayılır. Deməli 54-ü bir daha izah edirəm. 54-də 17 dənə üçbucaq olacaq. Bunları nömrələyib tapa bilərsiniz. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Özünlə bir yerdə 14. Sonra 15-ci üçbucaq budur. 16-cı üçbucaq budur. 17-ci üçbucaq da budur. Çox asanlıqla tapmaq olar. Baxırıq növbəti 55-ci suala baxırıq. 55-ci sualda burada deməli hər dəfə 4 dənə dama baxın sağa doğru hərəkət edibdir. Bir dənəsi isə belə diagonal boy gedibdir. Növbəti şəkildə bax indi 3 dənəsi artıq belə hərəkət edib. Biri isə deməli bu isə yerində qalıbdır. Biri isə deməli diagonal boy hərəkət edib. Bax məsələn göstərim burada bir də yaxınlaşdırım. Biri deməli diagonal boy hərəkət edib. Bu 3 dənəsi gəlib, 4 dənəsi gəlib bura, 4 dənəsi gəlib bura. Bu şəkildə bu biri də düşüb aşağı diagonal boyu. Növbətində artıq yenə bu 3 dənəsi bu dəfə bura gəlib və bu son 3 dənə, ilk 3 dənəsi gedir. Bu artıq diagonal boyu hərəkət edib gəlir bura. İndi növbəti şəkildə artıq bu 3 dənəsi deməli yuxarıda, 3 dənəsi yuxarıda olacaqlar. Yox, 3 dənəsi yox. Bu dəfə 2 dənəsi yuxarıda olacaq. Ən sol küncə gedəcəklər. Bu elə bir ki, burada 4 dənəsi hərəkət edib, burada 3 dənəsi, indi isə 2 dənəsi, bu dairələrdən 2 dənəsi sola doğru hərəkət edəcəklər. Ondan sonra biri də gəlib duracaq burada, belə biri də burada duracaq və belə bir vəziyyət alacaqdır. Deməli, bu versiyada cavablarda yoxdur. Amma burada bizdən sualı tərsinə qoyubdur. Tərsinə qoyubsa, biz burada verilən şəklin əksini götürəcəyik. Burada verilən şəklin əksi Y variantında verilibdir. Elə bir dənə gedişatdan tapa bilərsiniz. Bax, sadə bir gedişatdan. Burada, məsələn, damaların sayı get-gedə bir-bir azalır. 5 dama var, 4 dənəsi gəlib bura. İndi 3 dənəsi gəlib bura. Növbəti şəkildə 2 dənə dama getməlidir sol küncə. Deməli, 2 dənə dama bura qaralanmalıdır. Prosto burada sualı tərsinə qoyubdur. O 2 dənə dama artıq yuxarıdırsa, indi bunun əksi nə gedir? Bunun əksi aşağı olur da, aşağı damalanır. Buradan da deməli düzgün cavab olacaq Y variantı. Bax, bu ikisi damalanıbdır. Düzgün cavab Y-dir. Çünki sualı da tərsinə qoyubdur. 55-i
Bir daha izah edirəm. 55-ci sualda damaların hərəkətinə fikir verirsiniz. Bax, bu damalar 5 dənədir, indi olub 4 dənə. Bu damalar 3 dənə olubdur. Növbəti şəkildə isə 2 dənə olacaq. Və belə istiqamət edirlərdə onlar. Bu dəfə lap sol küncə gedəcək. Deməli, burada da sualı tərsinə qoyubsa, belə qoyubdur da, sualı tərsinə qoyubdur. Sualı tərsinə qoyubsa, onda burada yeri də dəyişəcək. Artıq bu 2 dənə dairə aşağı küncdə olacaq. Burada olacaqlar əksinə. O da yalnız Y variantında verilibdir. Ona görə diqqətli oluruq. Baxırıq 56-cı suala. Növbəti 56-cı suala baxırıq. 56-da dairə ilə kəsilən hissəni fikir verin burada. Bir dairənin 56-cı sualda dairə ilə kəsilən hissənin çölə çıxıntısını veribdir. Üçbucaqla kəsilən hissəni isə deməli, bax, içəridəkini çölə çıxarıbdır, kəsilən hissəsini. Dairədə kəsilən hissəni çölə atıbdır. Bax, dairədə kəsilən hissə çölə atılıbdır. Kvadratda isə kəsilən hissə, yəni kvadrat üçbucağın kəsdiyi yerdə, kvadrat olanda isə, daha doğrusu üçbucaq olanda isə çölə deməli, çölə atılıbdır. İçəridəki çölə atılıbdır. Burada isə deməli, baxın, üçbucaqla kvadrat kəsişəndə bu kvadratı çölə atıblar. Burada da dairəni kəsiblər də deməli. Ondan sonra baxın, yenə dairə olanda bura hissə kəsilib. Dairə deməli kəsir. Ondan sonra kvadrat nə edibdir? Bəs kvadrat da içərini götürüb, qırağı isə kəsibdir. İndi biz də burada əvvəlcə üçbucağı götürsək, deməli, üçbucaq burada nə edibdir? Üçbucaq burada kəsib götürübdür. Ondan sonra dairəyə baxırıq. Dairə bu istiqaməti kəsməlidir. Ona görə bu variantı çıxırıq. Kvadrat isə içəriyə doğru köçməli idi. Deməli, ona görə burada səhvlik var. Buralarda səhvlik var. Burada düzgün cavab olacaq A variantı. Baxın, bu istiqamət kəsilib. Belə bir fiqur olubdur. Dairə kəsilib, bu hissə açıq qalıbdır. Kvadratlar da kəsiləndə, bax, bu istiqaməti içəriyə doğru veriblər. Növbəti sual 57. Yenə rəngli hissələrin hərəkətidir. Gəlin biz bunları nömrələyək. Məsələn, bura olsun 1, bura olsun 3, bura olsun 2. İndi birinci şəkil, bax, bu bir addım diagonal boyu hərəkət eləyib. Bir addım bura düşübdür, bir addım bura düşübdür. Birinci şəkil. Sonra deməli, ikinci şəkilə baxırıq. Bunların da sayı, deməli, burada da ikinci şəkil, bax, gəlib burada durubdur. Bir addım sağa doğru hərəkət eləyib. Birinci şəkil, deməli, B variantı əsasən deyirəm. Deməli, bu birinci şəkil də deməli, burada durub, üçüncü şəkil burada durubdur. Ondan sonra ikinci şəkil burada, birinci şəkil burada. Niyə üçüncü şəkil yoxdur üçüncüdə? Çünki burada üst-üstə düşüblər. Üçüncü şəkil bir addım sağa doğru hərəkət edir hər dəfə. Buradadır, buradadır. İndi bura gələndə qaranın üstündə düşür deyə götürürük. Deməli, olacaq bizdə o zaman. İndi sual əvəzinə deyir ki, uyğun olan variant tapın. Birinci başlayaq birin hərəkətindən. Bir də deməli, birin hərəkətinə fikir verdik. Bir deməli, növbəti şəkildə buradadır. Ondan sonra 2 qalsın, bəli. 2-nin hərəkətinə baxaq ya da 2, 1, 2, 3, 4, 5 hərəkəti sağa doğru hərəkət edib, 2, 5 hərəkət. Deməli, indi bizim də növbəti axtardığımız şəkildə bu 3 deməli necə hərəkət edir? 3 diagonal bu hərəkət edir. Bu aşağı küncə doğru düşməlidir. Ona görə burada diagonal yoxdur. Bunu çıxırıq. Y variantını çıxırıq. İndi baxırıq birin hərəkətinə. Bir addım sağa doğru. Burada küncdə olacaq. A variantı düz gəlir. Ondan sonra ikinciyə baxırıq. İkinciyə bir addım deməli sağa doğru hərəkət edir. Bu da 2 olsa, 2-ni bir addım sağa hərəkət etdirəndə deməli burada. Ondan sonra baxın, üçüncü bura gəlib düşəcək. Axtarılan şəkildə. Bir bura, 2 də bura düşəcək. Deməli A variantı burada düzgün cavab sayılır. Gəldik video deməli burada
Aha, başqa nə qaldı burada? 52, 57-ni də dedim. 58, 59, 60 qalır. 58 qatlanmadır. L8 qatlanma deməli ayrıca bir bölmə kimi düşür. Burada bizə hissələrin sayını verir simmetrik. Burada deməli hamısını ortadan bölsək, birinci şəkildə. Hamısı bir-birinə bərabər simmetrik yerləşiblər. Deməli altdan başlayacağıq. Ondan sonra deməli bunu buradan ayırsaq, bunu buradan ayırsaq. Deməli burada da düzgün cavabımız olacaq. O zaman birinci şəkildən ikinci şəkil üstə qoyanda simmetrik əksi A variantı düzgün cavab sayılır. Gəldik videonun sonuna. İnşallah ki videonun köməyi dəydi. Növbəti izahlarda görüşərək. Diqqətiniz üçün təşəkkür edirəm.